Salam dəyərli şagirdlər, məncə siz bu mətni oxumusunuz. İndi suallara keçək. Birinci sualımızda deyir ki, Ramazan ayı İslamda niyə müqəddəs sayılır? Cavabımız adı Qurani-Kərim bu ayda nazil olduğu üçün burada da yazılıb. Birinci sualın cavabı A'dır. İkinci sual, oruçluq hansı xüsusiyyətləri insanlara öyrədir? Cavabımız A'dır. Səbir və şükür etməyi, yalnız gecə yemək yeməyi, bunlar deyil bu iki cavab. Üçüncü sualımızda Ramazan ayında bütün gün batandan sonra yeyilən yeməyə nə ad verilir? Təbii ki, iftar. O birisi vərəqə keçək. Dördüncü sualımızda deyir ki, Ramazan ayı nə ilə başa çatır? Burada cavabımız B olacaq. Ramazan bayramı, Fitr bayramı. Cavabımız B'dir. Beşinci sual, oruç nə vaxt açılır? Gün batanda, mətndə də elə yazıb. Hansı sözə saitlə başlayan şəkilçi artırsaq, sonundakı hərf başqa bir hərfə əvəzlənməyəcək. Burada A-nı yoxlayaq. Çörəyin olur, biləyə olur, amma iştiraka olmur. Cavabımız C-dir. 7-ci sualımız, yalnız köməkli sözlərdən ibarət variant hansıdır? Bacı deyil, telefon da deyil, ona görə də cavabımız B-dir, çünki ən. 8-ci sualda hansı sözün mənası düzgün göstərilməyib? Rəssam musiqi ilə məşğul olan, bu düzgün göstərilməyib. Bənna binanın daş kərpic hissəsini tikən, bu düzgündür. C-də düzgün olacaq. Ona görə də cavabımız A bəndidir. Hansı sayın yazılışı səhvdir? 8-ci. Bunun yazılışı səhvdir. Yüzlərlə 2-3 düzdür. 2-3 miqdar sayıdır. Doğru olmayan uyğunluq hansıdır? Gözəl əlamət bildirir, bəli. İsti keyfiyyət bildirir, istini görə bilmirik. Keyfiyyət bildirir, amma qalını görə bilirik. Cavab A bəndidir. Hansı şəklin adında həm qalın, həm də incə sait işlənmişdir? Çörək, 2 dənə incə, alma, 2 dənə qalın, kitab 1 incə, 1 qalın. Cavabımız C-dir. Verilmiş xüsusiyyətlərə aid söz hansıdır? Müxtəlif mənalı sözlərin birləşməsindən yaranmışdır, bitişik yazılır. Burada taybatay deyil, çünki tay eyni sözdür. Gecə-gündüz əks mənalı sözdür, üçbucaq isə müxtəlif mənalı sözlərin birləşməsindəndir. Hansı cümlədə səhv yazılışı D ilə başlayan şəkilçi ilə bağlıdır? Ağır günlər yaşadığı üzündən hiss olunur. Günlər 2 dənə N istifadə edilib, ona görə də cavabımız A-dır. 14-cü sualda hansı şəklin adını bildirən sözə saitlə başlayan şəkilçi artırsaq, söz sonunda q-ğa əvəzlənməsi baş verməz. A. Yarpağa, B. Qayığa, C. Vərəqə. Ona görə də cavab C-dir. Hansı cümlədə xüsusi isim var? Sinif yoldaşları mənə hədiyyə verdi. Burada insan adı yoxdur. Bahar gələndə meşələr yaşıllaşır. Bahar ayrı mənada işlənib, amma İmran uşaqları meydançaya çağırdı. İmran addır deyə cavabımız C-dir.